Ötən gün Türkiyə Böyük Millət Məclisində Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının 5-ci iclası baş tutub. Yenavoz.com sözcüyü istinadlı xəbər verir ki, təxminən 2,5 saat davam edən iclasdan sonra Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Fethi Yıldız jurnalistlərin sualını cavablayıb. O, komissiyanın qərarlarının gələn həftə elan olunacağını bildirib. Yıldız qeyd edib ki, komissiya üzvləri PKK terror təşkilatının ömürlük həbsə məhkum edilmiş lideri Abdullah Öcalana ümid hüququnun tanınması barədə razılığa gəliblər. Stat: Ümid hüququ mövzusunda razılığa gəldik. Problem yoxdur. Yekun qərarda olacaq. Statın sonu. Qeyd edək ki, ümid hüququ ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumların müəyyən müddətdən sonra azadlığa buraxılmalarının inzibati və ya məhkəmə orqanı tərəfindən qiymətləndirilməsinə imkan verən hüquqdur. Ümid hüququnun tanınması o deməkdir ki, məhkum ömürlük həbsdə qalmayacağını bilir və müəyyən şərtlərlə azadlığa çıxa biləcəyi ümidi ilə cəzasını çəkir.